Salam, hər vaxtı xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 2 mərtəbəli ev satışa çıxarıldı. Bu ev. Bilirsiniz, harada yerləşir? Nazım Marketin yanından elə biraz qabağa gedirsiniz, orada Vüsal Market var. Oradan sola dönəndən sonra yoldan 50-60 metr məsafə olmaz. Kupçalı evdir. Evin də kupçası var, torpağın da kupçası var. Hər iki yola yaxındır. Həm Nazım Market yoluna yaxındır, həm də o prospekt yolu var. Orada yaxındır. Tərlan yolu, orada yaxındır. Yəni, 2 məhəllənin tən ortasındadır. Deməli, köhnə məhəllədir. Qaz, su, işıq sayğacları var, kanalizasiyası mərkəzidir. Yeri bütün beton styaşkadır. 1 ilə 2-nin arasında monolitdir. Lap üstdən, krişanın altından 20-nin 40-a kəmər fırladılıb. Evin özü, hasarlar, belə tarsovka emusiyadır, şəbəkə pəncərələrdir, qapı da bax belədir. Evin sağı ilə solundan da demək olar ki, 20 sant belə məsafəsi var. Bax belə, həyəti də bax belədir, ağac əkmək üçün burada xüsusi yer ayrılıb. Bu da mərkəzi kanalizasiyanın trapıdır. Bax, hasarların üstündə belə o abisovkaya qədər vurulub ki, qoy, yağış oradan hasarları zayi eləməsin, yağış yumasın. 110 min manatadır. 110 min manata, düzdür? 110 mindən ev sahibi özü endirim eləyəcək. Mütləq gəlin bu evə baxın. Saray qəsəbəsində, Nazım Marketdən dönəndə sola o ərazidə yerləşir. Bax bu ev, 2 mərtəbəli evdir. Deməli, bunların hamısını izah eləyəcəm. Kombisi də var. Bax, buradan göstərək. Korrektor sistemində yığılıb. Görürsünüz, bax, piləkanın altında. Hamam aksesuarları da hazır vəziyyətdədir, görürsünüz. Bu evin işinin demək olar ki, 90-95% görülür. Deməli, baxın, evin içinə girmişik. Koridordur, mətbəxdir, hamam tualetdir, istifoldur, görürsünüz. Çünki bunun yeri keramikadır. Yox, üzr istəyirəm, 1-ci mərtəbə boydan boya istifoldur. 1-ci mərtəbə boydan boy, 2-ci mərtəbələr radiatordur. Koridor, hamam tualet, mətbəx, bax, belə keramikadır. Buradan 2-ci mərtəbənin piləkanı qalxır yuxarı. Bax, bu da bunun mətbəxidir. Görürsünüz, böyük bir mətbəxdir, geniş mətbəxdir. Meyvələr arası keramikası vurulub, bütün nöqtələrinə qədər qoyulub, qaz xəttinə qədər çəkilib, burada hazırdır, görürsünüz. Qoşadaş qurqavoy kubiklə tikilmiş evdir. Pəncərəsində şəbəkə pəncərədir, özü böyük pəncərədir, görürsünüz. Cifti də bax, hal-hazırda açılıb görsənir. Bir də izah edirəm, mətbəx, koridor, hamam tualet, keramikadır, otaq amma laminatdır. Amma 1-ci mərtəbə boydan boya hamısı istipoldur. Bax, məsələn, girdi 1-ci mərtəbənin qonaq otağına, yəni zalına. Yeri laminatdır, amma betondur, istipoldur deyirəm. Ara məsafələrini görüb düşür oradan. Bax, ara məsafəsi var. Deməli, zalda 2 pəncərə var. Bura qəşəngdir, pərdə vuracaqsınız, qəşəng görsənəcək. Ümumilikdə 4 otaqlı evdir. İndi, bax, bu pilləkənlərlə qalxaq 2-ci mərtəbə, 2-ci mərtəbəni göstərək. Hörmətli izləyicilər, qalxdıq 2-ci mərtəbəyə. 2-ci mərtəbəni indi göstərim. Yenə qalxan kimi böyük bir pəncərədir, həyəti görmək üçün. Şəbəkə pəncərədir. Bunu açırsınız, yenə buradan bir də həyətə baxırıq. Görürsünüz, ərazi necə quru ərazidir, yaşıllıq, yəni münbit torpaqdır, onu demək istəyirəm. Burada da 3 dənə yataq otağı var. Məsələn, bu bir yataq otağı. Bax, görürsünüz, 1-ci mərtəbə istifolidir, 2-ci mərtəbə radiatorlardır, görürsünüz. Panel radiatorlarına qədər qurulub hazırdır. Siz bir dənə mətbəx mebelini alacaqsınız. Görək, 2-ci mərtəbənin sanitar qovşağı da düzəldir. Hə, 2-ci mərtəbədə yoxdur, hə, aksesuar var. Hə, 1-ci mərtəbədə var, 2-də yoxdur. Hə, lazım olsa qoya bilər onda. 2-ci mərtəbədə bu bir yataq otağıdır. Görürsünüz, radiatoru da var bunun. 1-ci mərtəbə bir də izah edirəm. İstifoldur, 2-ci mərtəbələrin hamısı radiatordur. Bu da 3-cü yataq otağı, 2-ci mərtəbədə. Bax belə. Ümumilikdə 4 otaqlı evdir. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində 110 min manata bu 2 mərtəbəli ev satışa çıxarıldı. Yerləşdiyi ərazi Nazım Marketdən sola dönəndə, bu prospektə, Tərlan yolu ilə Nazım Marketin ortasında var ya, o köhnə yerlər. Bax, həmən ərazidədir bu ev. Yeri bütün beton monolit styaşkadır. Çünki bütün 1-ci mərtəbənin hamısı istipoldur. Sonra kubiklə tikilib, 1 ilə 2-nin arası bax bura beton monolitdir. 2-ci mərtəbədə də bax belə radiatorlardır. Qiyməti də 110 min manatadır. Sənədi də paket kupçadır. Qaz, su, işıq sayğacları var, kanalizasiya, mərkəzi kanalizasiyadır. 110 mindən hələ ev sahibi özü endirib eləyəcək. Sağ olun.